Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiyai vel mursalin nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin emma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Uca Allahın müvəffəqiyyəti ilə təfsir dərslərimizə qaldığımız yerdən davam edirik. Bugün götürəcəyimiz surə Əl-Ələq surəsidir. İnşallah Ələq surəsinin müxtəsər təfsirini oxuyacağıq. Əl-Ələq surəsi Məkkə surələrindəndir və müfəssirlərin, təfsir alimlərinin çoxuna görə Ələq surəsi Quranda Allah Teala tərəfindən nazil edilən ilk surədir və bu surənin ilk 5 ayəsi Quranda enən ilk ayələrdir. O zaman ki Peyğəmbər sallallahu aleyhi və səlləm Hira mağarasındaydı, Cəbrail aleyhisselam, mələk Cəbrail aleyhisselam vəhy ilə mükəlləf olan Cəbrail aleyhisselam gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına, həmən mağarada insan cildində və Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, İqra, yəni oxu. Və Peyğəmbər sallallahu aleyhi və səlləm oxuma yazmağı bilmirdi və deyir ki, mə ənə bi qari'in, mən oxuya bilmirəm axı. Və bu zaman Cəbrail aleyhisselam, yəni insan cildində gəlmişdi. Peyğəmbər sallallahu aleyhi və səlləmi tutur, sıxır. Möhkəm sıxır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hətta özümdən gedəcəkdim. Yəni bərk sıxır. Sonra buraxır. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Cəbrail aleyhisselam yenidən deyir ki, İqra, oxu. Və Peyğəmbər sallallahu aleyhi və səlləm yenə cavabında dedi ki, mə ənə bi qari'in, mən oxuya bilmirəm. Ondan sonra yenə tutur Peyğəmbər sallallahu aleyhi və səlləm, möhkəm sıxır, sonra buraxır, deyir, İqra, oxu. Yenə Peyğəmbər sallallahu aleyhi və səlləm 3-cü dəfə yenə deyir ki, mən oxuya bilmirəm. Və 3-cü dəfə də Peyğəmbər sallallahu aleyhi və səlləmi tutur, möhkəm bir şəkildə sıxır, sonra buraxır və ilk ayəni, Quranda olan ilk ayəni vəhiy yolu ilə, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bu cür xəbər verir. Buyurur ki, İqra bismi rabbikəlləzi xalaq, yaradan Rəbbinin adı ilə oxu. Və bu hadisə Hira mağarasında baş verir və bu, belə deyək ki, vəhyin başlanması olur. Quran-ı Kərimdə enən ilk ayələr olur. Ələq surəsinin ilk 5 ayəsi. Və bu hadisə ilə də Peyğəmbər sallallahu aleyhi və səlləmə Quranın nazil olması başlayır vəhiy yolu ilə. Və burada Allah Azza və Cəllə 1-ci ayədə buyurur ki, İqra bismi rabbikəlləzi xalaq, yaradan Rəbbinin adı ilə oxu. Yəni, ey Muhammed sallallahu aleyhi və səlləm, Allahdan yardım diləyərək, hansı ki o hər bir şeyi yaradıb, o Allahın adını çəkərək, ondan yardım diləyərək oxu. Necə ki Zumar surəsi 62-ci ayədə Allah Azza və Cəllə buyurur ki, Allahu xaliqu kulli şey. Həqiqətən Allah hər şeyin xaliqidir. Və burada da ilk ayə odur ki, İqra bismi rabbikəlləzi xalaq, yaradan Rəbbinin adı ilə oxu, onun adını çəkərək, hansı ki hər bir şey yaradıb. Sonra ikinci ayədə Allah Azza və Cəllə buyurur ki, xalaqal insənə min ələq. O insanı qan laxtasından yaratdı. Üçüncü ayədə isə buyurur ki, İqra və rabbukəl əkram. Oxu, sənin Rəbbin ən böyük kərəm sahibidir. Burada da daha öncə keçən ayələrə bir təkid var. Yəni sənin Rəbbin kərimdir, kərəm sahibidir, həlimdir, qullarının cahilliklərindən keçəndir, onları bağışlayandır. Sonra Allah Azza və Cəllə 4-cü ayədə buyurur ki, Əlləzi alləmə bil qələm. Hansı ki, sənin o Rəbbin, yaradan Rəbbin, kərim olan Rəbbin qələmlə yazmağı da öyrətdi. İnsana qələmlə yazmağı öyrətdi. Həqiqətən Allahın qələmlə yazmağı insana öyrətməsi böyük bir nemətlərdəndir. Yəni, indi insanlar arasında bu nemət bir növ adiləşib, hər kəs yazır, oxuyur, bu vasitələrdən istifadə edir. Amma bunun əslində bir vaxtlar olub ki, insanlar bunu bilməyib. Və bunu Allah Azza və Cəllə insanlara öyrədib. Onlara bir nemət olaraq bunu bəxş edib, yazmağı, oxumağı. Və bu qələmlə yazmaq insanların həyatını çox asanlaşdırıb. Ən böyük nemətlərdəndir, yəni qələmlə yazmaq.
istər xəbərləşmə olsun, istər elmin digər insanlara çatdırılması olsun və s. Yəni qələmlə yazmaq, yəni yazı yazmaq, onu oxuya bilmək, onun qorunub saxlanması ən böyük nemətlərdəndir. Ona görə də Allah Azza və Cəllə burada onu xüsusi bildirir ki, o insana qələmlə yazmağı öyrətdi. İnsanlara hər bir şeyi öyrədən, insanları yaradan, onları idarə edən Allahdır. Onlara qələmlə yazmağı da Allah Azza və Cəllə öyrədib. Və sonra 5-ci ayədə buyurur ki, Alləməl insənə mə ləm ya'ləm. İnsana bilmədiklərini öyrətdi. Allah Azza və Cəllə insana bilmədiklərini öyrədib. Və burada da Allah Azza və Cəllə bunu xəbər verir. İnsana bilmədiklərini öyrətdi, yazmağı öyrətdi. İnsan daha öncə bunu bilmirdi. Oxumağı öyrətdi, daha öncə bunu bilmirdi. Və digər bilmədiyi bir çox işləri öyrətdi. Və belə olan halda insan öz Rəbbinə qarşı, baxın, onu yaradan, onu ruziləndirən, ona hətta qələmlə yazmağı öyrədən, ona bilmədikləri digər şeyləri öyrədən Rəbbinə qarşı necə də insan nankordur. Bu həqiqətən çox pis bir haldır. Sonra 6-cı ayədə Allah Azza və Cəllə buyurur ki, Kəllə innəl insənə ləyətğa. Xeyr, insan həddini aşar. Həqiqətən insan həddini aşır. Buradakı kəllə, xeyr mənasını verən bu kəlmə eyni zamanda bir qınaq, bir azarlamaq kəlməsidir. Bir qınaq və azarlamaq kəlməsidir. Yəni insana bu yaraşmır. İnsana yaraşan odur ki, Rəbbinə itaət etsin, Rəbbinə şükür etsin, Rəbbinə şərik qoşmasın, Rəbbinə qarşı həddi aşmasın. Amma insan isə nə edir? Bunun əksi olaraq Rəbbi onu yaratdığı halda, onu ruziləndirdiyi halda, ona bilmədiklərini öyrətdiyi halda insan həddini aşır, nankorluq edir, kibirlilik göstərir. 7-ci ayədə Allah Azza və Cəllə buyurur ki, Ər-rəəhu istəğnə. Özünə ehtiyacsız olduğunu gördükdə. Yəni İnsanı Allah Azza və Cəllə ruziləndirir. Onun ehtiyacı olan işləri ona asanlaşdırır. Onun çətinliklərini asanlaşdırır. Onun növ-bənöv nemətlərlə ruziləndirir. Və daha sonra insan sanki özünü bir növ ehtiyacsız kimi görür. Sanki heç kimə ehtiyacı yoxdur onun. Hətta öz Rəbbinə belə ehtiyacı yoxmuş kimi davranır. Və bu da şübhəsiz ki, insanın cahilliyindən və onun nankorluğundandır. Bu, ümumən insanların sifətidir, amma burada istisna insanlar var ki, onlar möminlərdir. Möminlər bu halda istisnadadır. İstisna haldadır. Möminlər hər bir hallarında Allaha möhtac olduqlarını anlayırlar, bilirlər, bunu dərk edirlər. Zəngin olsalar da, sağlam olsalar da, hər bir nemətlərin içərisində olsalar da, yenə də aləmlərin Rəbbi olan Allaha möhtac olduqlarını onlar dərk edirlər, anlayırlar. Və bu da Allah Azza və Cəllədən olan bir müvəffəqiyyətdir. Amma bax, bu cür həddini aşan cahil, zalım insan isə Allahın ona verdiyi nemətlər sayəsində özünü rifah içərisində, rahatlıq içərisində tapır və bunu özünün qazandığını, özünün əldə etdiyini düşünür və Rəbbinə bir ehtiyacı olmadığını düşünür. Və bu da onun həddini aşaraq tüğyan etməsinə, həddi aşmasına və kibirlənməsinə, nankorluq etməsinə səbəb olur. Allah qorusun. Və sonra 8-ci ayədə Allah Azza və Cəllə buyurur ki, İnnə ilə rabbikə rücə. Ey insan, yəni bax bu cür hala düşən, kibirlənən, həddini aşan, ona Allah Azza və Cəllə xəbərdar edir ki, ey insan, sənin dönüşün Rəbbinədir. Yəni nə olursa olsun, sən Rəbbinə döndəriləcəksən. Sənin geri dönüşün Rəbbindir. Necə ki sən yox idin, Allah Azza və Cəllə səni yoxdan yaratdı. Və eləcə də bir gün Allah Azza və Cəllə səni öldürəcək və bu dünyada sən müvəqqətisən və sonra öz Rəbbinə geri dönəcəksən. Və sonra bu dünyada etdiyin əməllərə görə bir hesab verəcəksən. Və bu eyni zamanda bu xəbəri Allah Azza və Cəllənin bu formada verməsi və insanı qınayaraq onu azarlaması
bu cürdə ona bu xəbəri verməsi həddi aşan insanlar üçün bir təhdiddir. Öncəki ayələrdə Allah Azza və Cəllə insanın həddini aşdığını və özünü ehtiyacsız gördüyünü bildirir və bu özü bir qınaqdır və sonra da Rəbbinə tərəf dönəcəyini xəbər verir təkrarən və bu da özlüyünə nədir? Bir hədədir, bir təhdiddir. İnsanı, yəni Allah Azza və Cəllə bir növ burada xəbərdar edir ki, yəni sən Allahın neməti sahəsində rahatlıq içərisindəsən, Allahın nemətləri sahəsindəsən, özünü ehtiyacsız hesab edirsən, zənn edirsən, amma bu belə deyil. Sən daim Rəbbinə möhtacsan. Ona görə də unutma ki, yəni bir gün bu işin geri dönüşü də var. Sən bir gün mütləq öz Rəbbinə tərəf geri döndəriləcəksən. Və o zaman etdiyin əməllərə görə də haqq hesab verəcəksən. Və bu ayələrdən bir çox faydalar çıxır. Onlardan biri odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm həqiqətən yazmağı, oxumağı bilmirdi. Yazmağı, oxumağı bilmirdi. Və necə ki, Ənkəbut surəsi 48-ci ayədə Allah Azza və Cəllə buyurur ki, sən bundan əvvəl nə bir kitab oxuya bilir, nə də onu sağ əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər. Yəni, sən yaza bilsəydin, oxuya bilsəydin, bu batilə uyanlar bir şübhəyə düşə bilərdilər, amma iş belə deyildi. Peyğəmbər sallallahu aleyhi ve səlləm həqiqətən yazıb oxumağı bilmirdi. Və belə olan halda, yazıb oxumağı bilmədiyi halda Peyğəmbər sallallahu aleyhi ve sellem bax bu cür Quran insanların qarşısına qoydu. Bu cür ayələr insanların qarşısına qoydu və bu da o ayələrin Allahdan nazil olmasına bir dəlil idi. Necə ki, mağarada da Cəbrail əleyhissalam ona deyəndə ki, oxu, o dedi ki, mən oxuya bilmirəm. Mən oxuya bilmirəm və bunu digər insanlar da bilirdi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yazıb oxuya bilmirdi. Və bu özlüyündə hər bir kəsə hüccətin qaldırılması idi ki, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem yazıb oxumağı bilmədiyi halda bu qədər əzəmətli kitab gətirmişdi. Hansı ki, hətta öyrənənlər, yazıb oxumağı bilənlər, hətta elmdə irəli gedənlər bunun mislində nəinki kitab, hətta kiçik bir surə, bir ayə belə gətirə bilməzdilər. Və bu da ona dəlalət edir ki, bu da bir dəlil idi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu özündən deməmişdi. O, Allah tərəfindən ona endirilən bir vəhy idi. Və beləcə həmən o imanı zəif olanların və iman etmək istəməyənlərin həmən o şəkkinin, şübhəsinin qarşısını Allah Azza və Cəllə bununla tamamilə aldı. Və burada da bir məsələ var. Peyğəmbər sallallahu aleyhi və səlləmə ummi deyilirdi. Yəni yazıb oxumağı bilməyən ummi adlanırdı. Bəziləri deyirdilər ki, bu Ummul Qura, Məkkə şəhərinin adlarından biridir. Yəni şəhərlərin anası Ummul Quradan götürülüb Peyğəmbər sallallahu aleyhi və səlləmə ummi deyilib. Amma bu belə deyil. Həqiqətən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə deyək ki, bu vəsfi gerçək bir vəsf idi. Peyğəmbər sallallahu aleyhi ve sellem yazıb oxumağı bilmirdi və bu Quranla da sabitdir, sünnə ilə də sabitdir və bu eyni zamanda bir eyib də deyil. Həqiqətən bu Allahın hikmətlərindəndir. Peyğəmbər sallallahu aleyhi ve sellem yazıb oxumağı bilmirdi və Allah Azza və Cəllə ona bu cür əzəmətli bir kitabı vəhiy yolu ilə nazil etdi və o da insanlara bu kitabı ən gözəl bir şəkildə təbliğ etdi, çatdırdı. Həmçinin faydalardan biri odur ki, Allah Azza və Cəllə insanı yaratdığını xəbər verir. Xüsusilə, yəni insanı yaratdı, qan laxtasından yaratdı və bu insan üçün bir şərəfdir. Yəni Allah Azza və Cəllə insanoğlunu dəyərləndirib, insanoğlunu hörmətləndirib və necə ki İsra surəsi 70-ci ayədə Allah Azza və Cəllə buyurur ki, وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلًا. Biz Adəm oğullarını hörmətli etdik. Onları quruda və dənizdə minik üzərində daşıdıq. Onlara pak ruzilər verdik
ve onları yarattıklarımızın çoxundan xeyli üstün etdik. Yani Allah Azze ve Celle'nin yarattıklarının sayı bir özü bilir sayını. Allahu alem Rabbimizin yarattığı məxluqatın sayını, keyfiyyətlərini, kəmiyyətlərini ancaq Allah özü bilir. Yəni hədsiz çoxdur. Və bunların içərisində insan da Allahın yarattığı məxluqlardandır. Amma Allah Azze ve Celle insana dəyər verib, insanı hörmətli edib, digər məxluqlardan bir çoxlarından üstün edib. Və o insan da gərək öz Rəbbinə qarşı nankör olmasın. Öz Rəbbinə qarşı özünü ehtiyacsız hesab etməsin. İnsan Allah Azze ve Celle onu dəyərləndirib, onu hörmətləndirib, ona şuur verib, ağıl verib, gözəl bir xilqət verib, ona peyğəmbərlər göndərib, kitablar göndərib və insan da gərək öz Rəbbinə tabi olsun, asi olmasın, öz Rəbbinə ibadət etsin. Onun qarşısında təkəbbürlük göstərib kibirlənməsin.